Şeytanlar oğurluq edirlər. Şeytanlar oğurluq edirlər. Ola bilsin ki, kiminsə evindən nəsə itirsə, aydınmı? İnsanların arasında düşmənçiliyin baş verməsi üçün görsənmi, sehirbaz kimisə göndərir və yaxud da insanlar balışların içini açırlar, evin içindədir, kilidli bir yerdədir. Açırsan balışın içindən, nə bilim, cadu çıxır, dua çıxır. Hansısa bir molla yazıb, iblisə, şeytana xidmət eləyən yazıb qoyub ora və şeytanlar və cinlər, yəni necə, kim aparıb ora qoyub? Əslən, söküyü yox, cırığı yox, filanı yox, təzə cəhizliyidir, heç işlədilməyib, lakin içindən cadu çıxır, filan çıxır. Bu harada, necə olur əxilər? Bunu şeytan eləyir, cinlər eləyir. Onlara bu qüvvət verilib, onlara bu güc verilib. Aydındır mı? Və bu nə üçündür? Və həmçinin gedirlər o şarlatanların yanına, cadugarların, sehirbazların yanına və deyir ki, sizin qohumunuzda kök bir adam var və uzun adam var. Yəni, kimin qohumunda kök ya uzun adam yoxdur? Sanki sən belə deyir, sizin qohumunuzda bir dənə kişi var, bu da kişisiz adam olar, nəsil olur. Düşünürsən ki, subhanallah, filan kəs kök adam. Ya sarı, ya balaca boy kök arvad var, 30 yaşına sonra bütün arvadlar kökəlir də. Figuranı evlənilən qədər saxlayırlar. Ondan sonra hamısı kökəlir. Balaca boy, Azərbaycanda görə hamı 3 metrdə deyir, balaca boy adam var qohumuzda. Ham balacadır da qardaş. Bu düşmənçiyə əmələ gəlməsi üçündür. Filan tərzdə biri var, şeytan nə istəyir? Qohumluq əlaqələrinin parçalanması, bitməsi, insanların bir-birinə ədavəti, düşmənçiliyi, xeyrin aradan qalxması. Və sən evə qayıdanda zəmnin nədir? Subhanallah, filan kəs. Bunu düşünə-düşünə, məsəl üçün, həmin adamdan nəsə bir dənə şey görsün, bəlkə çox xəbəri yoxdur səndən. Deyirsən ki, elə bu imiş, görürsən, filan kəs düz dedi, filan kəs düz deyir. Bəzən şeytanlar oğurlayır əxlər, şeytanlar oğurlayır. Və həmçinin şeytanlar danışır. Şeytanların səsi var, danışırlar və insanın yaşadığı yerdə, olduğu yerdə insanların danışdığı dildə danışırlar. Azərbaycanca, Azərbaycanca bilirlər. Kitayca, məsəl üçün, Kitayca danışır sənə, Kitaylarla yəni. İngiliscə, İngiliscə danışır. Nə bilim, Yaponca, Yapon dilində danışır. İnsanların eşidəcəyi və başa düşəcəyi bir dildə danışırlar. Və deyirlər ki, Əbu Əlqəmə nəhv elmi üzrə böyük alimlərdəndir. Əxilər, qrammatik alimdir. Yəni, qrammatikanı bilən böyük alimlərdəndir. Ərəb dilini çox gözəl bilir. Yəni, dilçiliyi bilmək odur ki, əxilər, bəzi insanların bilmədiyi, başa düşmədiyi bəzi sözləri işlədə bilər. Məsələn, insan lap Azərbaycan dilinin qrammatikasını bilir. Bilir ki, hansısa bir dənə söz desə, biz bəlkə bilmərik ki, məsələn, o söz həqiqətən bu Azərbaycanca danışsa, başa düşmərsən, bu nədir görürsən. Və bu kişi də elə bir kişilərdəndir. Ərəb dilini çox mükəmməl bilir, gözəl bilir. Və bir gün deyir, bu yolla gedərkən, bazarın yanından keçəndə nəsə olur, huşu gedir özündən. Yəni, yıxılır. İnsanlar elə bilirlər ki, buna cin girir, bədəndə cin var. Biri yaxınlaşır, bunun qulağına əzan oxuyur, biri yaxınlaşır, Quran oxuyur, biri dua eləyir, biri filan eləyir, biri filan eləyir. Bu da gözün açır, görür ki, bunun başına toplaşırlar. Biri belə eləyir, biri belə eləyir. Və onlara belə deyir, Mə ləkum təkəkətum aleyyə franqi'u ənni. Bu belə demək istəyir, əxilər. Yəni, sizə nə olub mənim başıma cinli bir insanın başına toplaşdığınız kimi toplaşmışsınız. Və onlar başa düşmür. Və deyirlər ki, ay cəmaat, bu o danışmır, deyir. Şeytan danışır. Ya farsça deyir danışır, ya da Hind dilində deyir, Hindistan dilində. Əsl ərəblər deyir, ərəblər başa düşmür ki, bu nə deyir? Və buradan bəlli olur ki, əxlər, cəmaatın nəzərində insanlar bilir ki, şeytanlar danışır. Və hər kəsin öz dilində danışır. Və deyirlər ki, bu, yəni əcəmidir. Yerli cin deyil, qıraqdan gəlib. Ya farsça danışır, ya da Hind dilində danışır. Və həmçin əxlər, cinlər oğurluq etməklə yanaşı həm də alladırlar. Cinlər oğurluq etməklə yanaşı həmçinin alladırlar. Necə ki, Əbu Hüreyrə radiyallahu anh dedi ki, bir də gəlməyəcəm bura, bir də qayıtmayacam. Lakin yenə də qayıtdı.